Hansı sözdə çar tələffüz olunan cingiltili samitin mövcudluğu soruşulur? Fonetika bölməsinə aid test tapşırığıdır və burada sözlərin düzgün tələffüzünü verməklə bu sualın cavabını tapmaq mümkündür. Doğuşan sözündə belə bir halı müşahidə etmirik, çünki doğuşan sözündə sadəcə olaraq v samitin düşməsi və onun uzanması müşahidə olunur. Bu da mövcud tələbə uyğun gəlmir. İçki sözündə isə tərsinə olaraq çar samit cingiltili tələffüz edilir. Bu da mövcud tələbi ödəmir. C bəndi mövcud tələbə uyğundur. Belə ki, atlas sözünün düzgün tələffüzü atlas şəklindədir. Və istisnai sözlərdən biridir ki, sözün sonundakı z samiti öz çar qarşılığını ifadə etmişdir. Testin doğru cavabı C bəndidir. Geridə qalan D və E variantlarında da hər hansı bir deməli cingiltili samitin çar tələffüz edildiyini görmürük.